Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan Radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pultu arxasında Mina xanım Mamayeva. Moskvada təntənəli şəraitdə ölkənin baş məscidi istismara verilib. Bu təntənələrdə ölkə prezidenti Vladimir Putin, Türkiyə və Fələstin dövlətlərinin başçıları, Çeçenistan, Tataristan, Dağıstan, İnquş respublikalarının rəhbərləri Rəcəb Tayyib Ərdoğan, Mahmud Abbas, Ramzan Kadırov, Rüstəm Minnixanov, Ramazan Abdulətipov, Yunusbəy Yevkurov və digər rəsmi şəxslər iştirak etmişlər. Yeni məsciddə eyni zamanda 10.000 dindar namaz edə bilər. Layihənin tətbiqinə 170 milyon dollar xərclənib. Vəsait ələl-xüsus adi möminlərin ianəsi hesabına təmin olunub. İş adamı Süleyman Kərimov da maliyyə köməyini əsirgəməyib. Respublika Hökumət sədrinin müavini Ramazan Cəfərovun rəhbərliyi altında Dağıstanın narkotiklərə qarşı komissiyasının müşavirəsi keçirilib. Müşavirənin gündəliyinə müvafiq sahədə hüquq mühafizə orqanlarının yerli özünə idarə, munisipal rayon və şəhər dairələri ilə qarşılıqlı fəaliyyət səmərəliliyinin artırılması üzrə tədbirlərlə bağlı məsələ daxil edilmişdi. Burada illik operativ profilaktiki tədbirlərin təmini məsələlərinə də diqqət gücləndirildi. Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Xidmətinin Respublika İdarəsinin rəhbəri Enrik Müslimovun fikrincə, munisipal qurumlar bu problemə daha ciddi qoşularsa, tərkibində narkotik maddələr olan qeyri-qanuni əkinlərin qarşısını almaq mümkündür. Bələdiyyə qurum başçılarının antinarkotik komissiyaya rəhbərlik etməsinə baxmayaraq, narko tərkibli bitkilərin qeyri-qanuni yolla yetişdirilməsi barədə hər hansı məlumat Respublikanın qüvvə strukturlarına daxil olmur. Müşavirə gedişində qeyd olundu ki, cari ilin 8 ayı ərzində Respublikanın hüquq mühafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə əlaqədar 2171 cinayət qeydə alınıb. Narkotiklərə marağı zəiflətmək məqsədi ilə federal idarə tərəfindən Rusiya uşaqları, uşaqlarımızın sağlamlığı və təhlükəsizliyi keşiyində çağırışçı xəbər ver, ölüm alveri harda gedir kimi Ümumrusiya profilaktiki aksiyaları təşkil edilir. Eləcə də bilməyə haqqım var, Ümumrusiya internet məşğələləri keçirilir. Respublikanın İdman naziri Məhəmməd Məhəmmədov, Səhiyyə naziri Tanka İbrahimov tədbir gedişində qeyd olunan idarələr tərəfindən gənclərlə aparılan tədbirlər barədə geniş məlumatla çıxış etdilər. Mahaçqala şəhər rəhbərinin birinci müavini Zagir Alxasov Qurban Bayramı ərəfəsində qurban ənənələrinin yerinə yetiriləcəyi meydançalara baş çəkib. Qeyd etmək istərdik ki, paytaxt meri vəzifəsini icra edən Musa Musayevin və Respublika Dindarlar İdarəsinin təşəbbüsü ilə bu dəfə bayram günlərində qurbanlığın kəsilməsi üçün şəhər kənarı ərazidə Kirqu Ticarət Mərkəzi rayonunda və Mahaçqala Kaspiysk yol boyunda yerləşən İpodromda xüsusi meydançalar təşkil edilib. Müvafiq ərazilərə artıq Respublika fermerləri və Dağıstanın qonşu respublikaların müxtəlif nöqtələrindən istehsalçılar 30 mindən artıq xırda buynuzlu mal-qara gətirmişlər. Qurban bayramında iştirak etməyə əzmində olan şəhər sakinləri üçün Mahaçqala Müdiriyyətinin Sənaye, Nəqliyyat, Rabitə və Yol Təsərrüfatı İdarəsi tərəfindən 4, 4A, 46, 7, 18A və 44 nömrəli marşrut taksiləri hərəkətə buraxılır. Xəbər verdiyimiz kimi cari il oktyabr ayının 3-ü 4-ü İkizlər şəhəri təşkilinin 280 illiyini qeyd edəcək. Hazırlıq işləri artıq başa çatmaq üzrədir. Müvafiq bayram tədbirlərinə 1000-ədək şəhər sakini əhatə olunub və tələbələr, yerli məktəblərin şagirdləri səhnələşdirilmiş şənliklərdə çıxış edəcəklər. Şəhər müdiriyyətində Gənclər Siyasəti, İdman və Turizm üzrə şöbə rəisi İrina Drobotun sözləri ilə çox sayda qonaqlar da bayrama dəvət edilib. Burada şəhər tarixindən bəhs edəcək film nümayiş olunacaq, milli meydanlar, müxtəlif millətlərin tarixini, adət-ənənələrini açıqlayacaq tədbirlər də təqdim ediləcək. Siz son xəbərlərə qulaq asdınız.